ikinci seansıydı. İkinci seansın ertəsi günü isə biz xəstəni əməliyyata götürülük. Buyur. Ameliyatında sen kısaca bir məlumat ver. Sen ne kadar var? 2021-ci ildə qrip steroidi əziyyət çəkirəm. Kuvvetlerin bir sorun var. İnşallah sağlayacaq. Ameliyata başlıyor. Yani sosyal anda karmapayız yani. Mən 2 dəfə Rusiyandan rahat olsun. Başlayın. Ben size olur. Başlayın. Əməliyyat neuromonitor cihazından istifadə olunmuşdu. Əməliyyat zamanı sinir edilməmək üçün. Çünki vəzn həzmi çox böyük idi, həm də sərt idi. Və çıxan materialı bir təmin edirik. Özüm üçün çox böyük şəzmlərdir. Adətən böyük fəaliyyətdir. Ən böyük fəaliyyət ölçümdə. Və cərrahi bir komanda işidir. Əməliyyatdan bu isə 40 gün sonra xəstə gəlmişdi. Yəni xəstənin həm bilavasitə fiziki göstəriciləri, həm çəkisində də artma olmuşdu. Özünü çox yaxşı hiss edirdi. Nəticə, Graves xəstəliyinə əziyyət çəkən xəstələrin əməliyyatdan əvvəl diqqətlə idarə olunması üçün yüksək ixtisaslı bir müəssisəyə göndərilməsi tövsiyə olunur. Tiroid vəziyyətə nail olmaq üçün əməliyyatdan əvvəl strategiyalar tiroid fırtınalarının qarşısını alır və əməliyyatdan sonraki ağırlaşmaları minimuma indirir. Əməliyyatdan əvvəl plazmafarez və qol məhdulu ilə müalicə tiroidektomiya zamanı qan axımının sürətini və əməliyyat daxili qan ikisini azaldır. İntraoperativ qanatmanın azalması ətrafdakı sinirləri, damarları və paratoid vəzlərə daha yaxşı vizuallaşdırmağa və qorunmağa imkan verir. Təşkil etdiyimiz ekstrafasial total tiroidektomiya əməliyyatı qırtlaq sinirlərinin gərginlikdən daha etibarlı şəkildə qorunmasına, paratoid vəzlərinin təhlükəsiz ayrılmasına və əməliyyat müddətinin qısalmasına imkan verir. Dinlədiyiniz üçün təşəkkür ederim.